Salam əziz izləyicilər. Bugün sizlərlə üslü və loqaritmik funksiyalar, üslü funksiya və onun xassələri bölməsinin test suallarının izahına baxacağıq. Gəlin birinci sualdan başlayaq. Deməli, birinci sualda 7 üstü x funksiyasının qrafiki hansıdır deyə soruşur. Uşaqlar, üslü funksiyanın qrafikinin xassələrindən də deməli bilməliyik ki, 7 üstü x artan funksiyadır. Artan funksiyanın isə bizim şəklimizdə qrafiki deməli A bəndində olacaqdır. İkinci sualda isə 7-də 1 üstü x-dir. Bu isə azalan funksiyadır. Azalan funksiya olduqda isə cavabımız C variantındadır. Yəni, yuxarıdan aşağıya doğru. Qrafik həmişə yadınızda qalsın. Soldan sağa doğru oxunur və soldan sağa doğru oxunduqda azalan funksiya burada C bəndi olacaqdır. Yəni, 7-də 1 üstü x funksiyasının qrafiki C-dir. Üçüncü suala baxaq. 2 üstü x çıxılsın 8 funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir deyə soruşur. Uşaqlar, deməli, üçüncü sualda biz bilməliyik ki, absis oxunu kəsirsə, y olan yerə 0 yazmaq lazımdır. Bu zaman 2 üstü x çıxılsın 8 bərabər 0 olur. 2 üstü x bərabər 8-ə, 2 üstü x bərabər 8-i 2-nin kubu yazıram. Əsaslar eynidir deyə üstlərdə bərabər olur. X olur 3. Deməli, biz x-i 3 tapdıq. X 3, y isə 0 idi. Cavab olur 3, 0, yəni B variantı. Üçüncü sualda işarələyək. Keçid alaq dördüncü sualımıza. Dördüncü sualda ordinat oxunu hansı nöqtədə kəsir deyə soruşur. Əgər ordinat oxudursa, bu zaman x-imiz 0 olmalıdır. X gördüyümüz yerə 0 yazsaq, y bərabər mənfi 3 üstü 0, üstəgəl 27 alarıq. Biz bilirik ki, istənilən ədədin üstü 0, 1 deməkdir. Qarşıda mənfi olduğuna görə mənfi 1. Mənfi 1 və 27-ni toplasaq, y bərabər 26 alarıq. Deməli, uşaqlar, x-imiz 0 idi. Y isə 26 tapdıq. 0, 26 cavab olur D variantı. Deməli, dördüncü sualda cavab D bəndidir. Keçid alaq. Növbəti sualımız 5-ci suala. Deməli, belə. 5-ci sualla davam edirik, uşaqlar. Funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir deyə soruşur bizdən. Baxaq. Absis oxunu kəsirsə, y-ə 0 vermək lazımdır. Y-in yerinə 0 yazaq. 2-də 1, x çıxılsın 4, bərabər 0. Uşaqlar, 2-də 1-i 2 üstü mənfi 1 şəklində yaza bilərik. Bu da x-in qarşısına gəldiyi üçün 2 üstü mənfi x olur. Mənfi 4-ü sağ tərəfə keçirsək, müsbət 4 olar. 2 üstü mənfi x bərabər 4-ü 2-nin kvadratı yazaram. Əsaslar eyni olduğuna görə mənfi x 2-yə bərabərdir. X isə mənfini 2-yə doğru verir, uşaqlar. X isə mənfi 2 olar. Deməli, x-imiz mənfi 2, y-imiz isə 0. Mənfi 2, 0, A bəndidir. 5-ci sual cavab olur A. Keçid alaq növbəti suallarımıza. 6-cı sualdan davam edək. Deməli, funksiyasının ən kiçik qiymətini soruşur bizdən, uşaqlar. Biz bilirik ki, ən böyük, ən kiçik qiyməti kiçik n-in düsturu ilə tapırıq. Uşaqlar, 3-ün qüvvətində yazılmış x kvadrat üstəgəl 2 ifadəsinə gəlin n-in düsturunu tətbiq edək. N-in düsturu deməli bu şəkildədir. 4ac çıxılsın b kvadrat bölünsün 4a. Uşaqlar, burada qeyd eləyək kənarda ax kvadratın əmsalıdır, yəni 1, bx-in əmsalıdır, yoxdur 0, c isə sərbəst həddir, yəni 2-dir. Gəlin qiymətləri yerinə yazaq. 4ac hissəsi olur 8, çıxılsın b kvadrat, yəni 0-ın kvadratı 0, 4a isə 4 edir, yəni 4-ü 1-ə vurursunuz. 8 bölünsün 4 olur 2. Deməli, 3-ün qüvvətində verilmiş funksiyanın, yəni x kvadrat plus 2-nin ən kiçik qiyməti 2-dir və biz bunu 3-ün qüvvəti üçün tapdıq, düzdürmü uşaqlar? İndi 3-ün qüvvətində artıq x kvadrat plus 2 yox, onun qiymətini yazıram, yəni 2 yazıram. Olur 9, yəni B variantı. 6-cı sualda cavabımız B. Keçid alaq, növbəti sual 7-yə. Funksiyalardan hansı azalandır deyə soruşur. Uşaqlar, burada qiymətlərin hamısını bir-bir baxmaq lazımdır. Əgər hər hansısa birində, deməli, birdən böyük alarıqsa, qiymətlərimiz birdən böyük ədədlər olarsa, bu funksiya artan funksiya olur.
Ancaq yox, 0-1 arası qiymətlər alarıqsa, bu funksiya azalan funksiya olur. Gəlin baxaq. Azalan funksiya, uşaqlar, baxaq görək hansı olacaqdır. 7-ci sualda. Deməli, məsələn, A bəndində kök altda 2-dən 1,5 tutalım ki, desək çıxır. Üzərinə 2 gələndə 3-dən böyük bir ədəd eləyir. Eyni qaydada B bəndi. D variantında kök altda 2-dən 1-dən böyük ədədlər çıxır. E variantında kök altda 2-dən 1-dən böyük ədəd çıxır. Üstünə də 1 gələndə 2-dən böyük olur. Ancaq C variantı ki var, uşaqlar. C variantına diqqətlə baxın. Kök altda 2-dən 1 tam nə qədər bir ədəd çıxır. 2 gələndə 3 tam nə qədər. 1-i isə bu 3 tam nə qədər bir ədədə böldükdə, uşaqlar, 0-1 arası bir ədəd düşəcəkdir. Deməli, cavabımız olur C variantı. Yəni 0-1 arasına düşən orada qiymət C bəndindədir. 7-də cavab olur C. Ümid edirəm ki, sizə aydın oldu. Biraz təqribi hesablamaları götürmək lazımdır ki, baxaq görək hansının qiyməti 0-1 arasına düşür. 8-ci suala baxaq. Uşaqlar, 8-ci sualda burada ABC ədədləri 0-1 arasında olan ədədlərdir. Daha doğrusu X-də yazmayaq. Bizim ABC'miz 0-1 arası ədədlərdir. Bu zaman isə Y-dən uzaq olan, yəni A böyük olur B-dən, B də böyük olur C-dən. A, B-dən və C-dən böyük ədədlərdir. 8-də cavabımız olur D variantı. Burada yazmaq istədiyim X deyildi, uşaqlar. Yəni, orada A-nın qüvvətindəki X-i nəzərdə tutmuram. X-imiz 0-1 arası olduqda ədədlərimiz deməli ikinci rübdən keçir. Azalan funksiya şəklində olurlar. 9-cu sualda isə diqqət eləsəniz, müsbət tərəfdədirlər, artan funksiyadır. Y-ə yaxın olan böyükdür. Yəni C B-dən və B də A-dan böyük olmalıdır. C-nin B-dən və A-dan böyük olduğu variant isə G variantındadır. 9-da, yox, C-nin B-dən və A-dan böyük olduğu, bəli, G variantındadır. Variantlar bir-birinə yaxındılar. Deməli, Y oxuna yaxın olana böyük dedik. Keçid alaq növbəti sual. 10-cu sualımıza. 10-cu sualda funksiyasının təyin oblastını soruşur bizdən. Gəlin baxaq funksiyamıza. Uşaqlar, funksiyanın təyin oblastında burada cavabımız B variantı mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Çünki təyin oblast X-in aldığı qiymətlərdir və burada X-i məhdudlaşdıran hər hansı bir hadisə yoxdur. Yəni, X kökün altında deyil, kəsirdə deyil. Yəni, X-i məhdud edən heç bir şey olmadığına görə X istədiyi qiymətləri ala bilər. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Gəlin 11-ci suala baxaq. Burada isə uşaqlar X-iniz kökün altdadır. Yəni, 1 çıxılsın X şəklində verilibdir. Biz isə bilirik ki, kök altı funksiya mütləq 0-dan böyük bərabər olmalıdır. Uşaqlar, mənfi X-i saxlayıram, müsbət 1-i sağa doğru keçirdirəm. Hər tərəfi mənfiyə vursaq, işarəmiz dəyişər. X-imiz 1-dən kiçik qiymətlər alar. Yəni, X burada 1-dən kiçik qiymətlər alır. Mənfi sonsuzluq 1 və 1-in özünü də alır, uşaqlar. Cavabımız olur A bəndi. 1-in özünü alır. Gəlin 12-yə baxaq. 12-ci sualda da eyni qaydadadır. Təyin oblast deyir. Kökaltı ifadə mütləq 0-dan böyük bərabər olmalıdır. Mənfi x kvadratını saxlayıram. Böyük bərabər. Müsbət 5 sağa keçir. Mənfi 5 olur. Hər tərəfi mənfiyə vursaq x kvadratı kiçik bərabərdir 5-dən. Uşaqlar, hansı ədədin kvadratı 5-dir deyə soruşsanız, plus minus kök altda 5. Düzdürmü? Həm mənfi kök altda 5-in, həm müsbət kök altda 5-in kvadratı bizə 5 verər. Deməli, cavabımız olacaq C bəndi mənfi və müsbət kök altda 5 aralığında. Mənfi kök 5, müsbət kök 5 aralığında. Bu aralıqda qiymətlər alır funksiyamız. 12-də cavab olur C variantı. Lövhəmizi təmizləyək, keçid alaq növbəti suala. Deməli, 13-cü sualla davam edirik. 4 üstü x bərabər 19 yazılıbdır. Uşaqlar, x bərabərdir loqaritma 4 əsasdan 19-a. Gəlin baxaq. Uşaqlar, 4-ün kvadratı bildiyiniz kimi 16-dır. 4-ün kubu isə 64-dür. Düzdürmü? 19 isə 16-64 arasında yerləşir. Yəni 4-ün kvadratı ilə 4-ün kubu arasında yerləşir. Onda belə çıxır ki, bizim bu ədədimiz, yəni x-imiz 4-ün kvadratı və kubu arasında, yəni 2 və 3 arasında yerləşən bir ədəddir. Yəni onun tam hissəsi olacaqdır 2. Y variantı. 13-də cavabımız Y. Deməli, bu şəkildə. Keçid alaq 14-cü suala.
14-cü sualda funksiyalardan hansı artandır deyə soruşur. Biraz əvvəl də demişdik, əgər 1-dən böyükdürsə, bizim qiymətimiz, aldığımız ədədimiz, məsələn A-mız 1-dən böyükdürsə, funksiya artan funksiyadır. Bu da açıq aydın görünür ki, A bəndindədir. Kök altda 2-dən 1 tam nə qədər bir ədəd çıxır, üzərinə də 1 gəlsəz 2 tamdan böyük ədəd olur. Yəni 1-dən böyük olduğuna görə 14-cü sualda cavabımız olur A bəndi və artan funksiyadır deyirik. Keçid alaq növbəti suala. Bunu işarələyək. 15-ci sualla davam edirik. Deməli, 15-ci sualda funksiyasının təyin oblastını soruşur bizdən yenidən. Gəlin baxaq. 15. Deməli, uşaqlar, gördüyünüz kimi x kökün altındadır. Biz bilirik ki, kök altı ifadə mütləq 0-dan böyük bərabər olmalıdır. Digər tərəfdə də 5-in qüvvətində də belə bir ifadə yazılıbdır. Deməli, bu da mənfi kök x, mənfi x də 0-dan böyük qiymətlər almalıdır. Mənfini işarəyə versək, x-imiz 0-dan kiçik qiymətlər alır. Uşaqlar, deməli, x-ə biz 2 fərqli qiymət aldıq. Bir dəfə 0-dan böyük bərabər, bir dəfə isə 0-dan kiçik bərabər. Bu isə o deməkdir ki, x yalnız 0 ədədinin 0-ın özünü alır. Yəni, cavabımız olur A bəndi. 15A. 16-da da eyni qaydada olacaq. X bir dəfə 0-dan böyük bərabər, bir dəfə də kiçik bərabər qiymətlər aldığına görə 16-cı sualda da cavabımız B bəndi olacaqdır. Deməli, 15A, 16B. Burada dəyişən bir şey yoxdur. Həll eyni qaydadadır, uşaqlar. Sadəcə x-ə bir dəfə böyük, bir dəfə kiçik qiymətlər aldığımıza görə burada cavabımızı sadəcə 0 götürürük. 16-da cavab da oldu B bəndi. Həll eynidir. Keçid alaq 17-ci sualımıza. Uşaqlar, gördüyünüz kimi 2-də 1-in üzərində kosinus x funksiyası verir. Kosinus x-in qiymətlər çoxluğu -1 və müsbət 1-dir. Deməli, mən 2-də 1-in qüvvətinə bir dəfə -1 yazacağım. Bir dəfə də 2-də 1-in qüvvətinə müsbət 1 yazacağım, uşaqlar. 2-də 1-in qüvvətinə -1 yazanda funksiya tərsinə çönür. Yəni, ədəd 2-də 1 tərsinə çönür, olur 2. Ancaq üstündə 1 yazanda heç bir dəyişiklik olmur. Elə 2-də 1 şəklində də qalır. Onda bizim cavabımız deməli olacaq belə. Birinci kiçiyi yazırsınız, uşaqlar. 2-də 1, daha sonra da böyüyü 2. 2-də 1, 2 aralığında. Cavab B bəndi. Təkrar edirəm. Kosinusun qiymətlər çoxluğu -1, 1 olduğuna görə 2-də 1-in qüvvətinə bir dəfə -1 yazırıq. Bir dəfə də müsbət 1 yazıb həll edirik. Eyni qayda ilə 18 yazacaq. Sinusun qiymətlər çoxluğu -1 və müsbət 1-dir. Uşaqlar, 7-nin qüvvətinə bir dəfə -1 yazıram. 7-nin qüvvətinə bir dəfə müsbət 1 yazıram. Təbii ki, müsbət 1 yazdıqda heç nə dəyişmir, elə bu 7 olaraq qalır. -1 yazdıqda isə 7 tərsinə çönür, 7-də 1 olur. İlk öncə kiçiyi yazırsınız, yəni 7-də 1-i, daha sonra böyüyü yazırsınız, yəni 7-ni. 7-də 1 və 7 aralığı cavab olur B variantı. 18-ci sualda cavab B, 17-də də B demişdik, bəli. Keçid alaq növbəti suala, 19-cu sual. Bircə dəqiqə lövhəmizi təmizləyim. 19-cu sualda bizə müxtəlif ədədlər verir və bu ədədləri müqayisə etməyimizi istəyir. Uşaqlar, A 5 üstü 200-dür. Deməli, biz bilirik ki, 5 üstü 200-ü 5 üstü 2 qüvvətində 100 yaza bilərik. Onsuz da bu 2 100-ə vurulub 200 olur. 5-in kvadratı 25 edir, uşaqlar. Bircə dəqiqə. 5-in kvadratı 25 edir və qüvvətində 100 var. 25 üstü 100. Keçid alaq B-yə baxaq. B-imiz 3 üstü 200-dür. 3 üstü 2 qüvvətində 100 yazıram. Yəni parçalayıram 200-ü. 3 üstü 2 9 edir. Qüvvətində 100 var. Artıq müqayisə yavaş-yavaş görünür. C isə 7 üstü 100-dür. Artıq bunu parçalamaya ehtiyac yoxdur. Uşaqlar, gördüyünüz kimi burada hər birinin qüvvəti 100-dür. 25 üstü 100, 9 üstü 100 və 7 üstü 100. Təbii ki, böyük olan rəqəmin də elə özü də böyük olacaq. Yəni A 25 böyük olur 9-dan, yəni B-dən. O da böyük olur C-dən. A, B-dən və C-dən böyükdür. Gəlin görək hansı bənddədir. A böyükdür B, böyükdür C. Y variantına oxşuyur, uşaqlar. Deməli, 19-da cavabımız olur Y bəndi. Keçid alaq eyni qayda ilə 20-ni tapaq. Buradan yazaq 20-ni də. Deməli, A bərabər
2 üstü 300 yazılıb uşaqlar. 2-nin kubu yazıram və qüvvətində 100 yazıram. 2-nin kubu 8, 100 də qüvvətində qalır. B bərabərdir. 3 üstü 200 yazılıbdır. 3 üstü 200. 3-ün üstü 2 uşaqlar 100-ü də yenə qüvvətində yazıram. Parçalayıram yəni. 3-ün kvadratı 9, 100 də qalır. Və C-miz isə 7 üstü 100-dür. Artıq bunu dəyişməyə ehtiyac yoxdur. Uşaqlar, ədədimiz 8, 9 və 7-dir. Təbii ki, 9 hamısından böyükdür, yəni B böyükdür 8-dən, yəni A-dan, A da böyükdür C-dən, yəni 7-dən. B böyükdür A, o da böyükdür C. Hansı bənddədir? C bəndindədir. 20-də cavabımız olur C bəndi. 20-də də C-ni işarələyək və keçid alaq növbəti suala. Üstülərini elə etməliyik ki, hamısı eyni olsun. Üstlər eyni olduqdan sonra əsaslarını başlayırsınız müqayisə etməyə. Deməli, 21-ci suala baxaq. Yenə də sinus verilib, qiymətlər çoxluğu bildiyimiz kimi biraz öncə də dedik. Sinusun qiymətlər çoxluğu -1 və -1-dir. 9-un qüvvətinə bir dəfə -1 yazıram, bir dəfə -1 yazıram. -1 yazanda 9 olduğu kimi qalır. -1 yazdıqda isə 9-da 1 olur uşaqlar. Yəni cavabımız 9-da 1 və 9 aralığı olur. Cavab C bəndi. 21 C bəndi. Keçid alaq digər sualımıza 22-yə. Aha, 22-də bizə təklif verilibdir. Gəlin baxaq. Təyin oblastı bütün müsbət ədədlər çoxluğudur. A üstü x funksiyasının bizdən yanlış istəyir. Uşaqlar, 2-də 0-1 olduqda, 0-1 arasında olduqda bütün ədəd oxunda azalandır deyir. Bu doğrudur. Biraz öncə də buna aid sual işləmişdik. 1-dən böyük olduqda bütün ədəd oxunda artır deyir. Qiymətlər çoxluğu bütün həqiqi ədədlər çoxluğudur. Yanlışdır uşaqlar. 1-ci və 4-cü hissələr yanlışdır. Deməli, cavabımız olur 22-də D variantı. Bu asan bir qaydaydı. Qaydaları oxusanız, mənə gəlir ki, burada problem yaşamazsınız. 23-cü suala baxaq. Bu sualda şifahi deyəcəyik. Deməli, normalda uşaqlar 5 üstü x-in qrafiki desəniz, B variantındakı şəkil götürə bilərdik. Qarşısında mənfi olduğuna görə şəkil üzü aşağı, simmetrik şəkildə üzü aşağı düşəcək və olacaq D variantı. Yəni, normalda mənfi olmadan B variantı idi şəkil. Mənfi olduqda şəkil üzü aşağı enir və D variantı olur. Keçid alaq 24-cü sualla davam edək. Neçə dəqiqə? Aha. Üslü funksiya olarsa A parametri hansı aralıqda qiymətlər alar deyir. Uşaqlar, bizim üslü funksiyamız, yəni 3A çıxaq 6 funksiyamız uşaqlar 0-dan böyük qiymətlər almalıdır. 3A böyükdür 6-dan, A böyükdür 2-dən. 2-dən böyük qiymətlər almalıdır. Bu hissəni birazca düzəldim. Və bir də uşaqlar, üslü funksiya mütləq həmişə 1-dən böyük qiymətlərdə alır. Yəni 3A çıxaq 6 böyükdür 1-dən. 3A böyükdür 7-dən, 6 ilə 1-i toplayıram. A isə böyükdür 3-də 7-dən. Və uşaqlar, daha doğrusu böyükdür, yox, burada fərqlidir yazsaq daha düzgün olar. 1-dən fərqli qiymətlər almalıdır. Üslü funksiya 0-dan böyük olur. 1-dən isə fərqli olur. Yəni, bizim A-mız 2-dən böyük ədədlərdir. Ancaq 3-də 7-ni ala bilməz. 3-də 7-dən fərqli olmalıdır. Buna görə də cavabımız olur, deməli, bizim B variantı 24-də. Yəni, 2-dən 3-də 7-yə, 3-də 7-dən isə müsbət sonsuzluğa bütün qiymətləri alır. Deməli, 24-də cavab oldu B variantı. Keçid alaq 25-ci suala. 25-ci sualda funksiyasının qiymətlər çoxluğunu deyir. Funksiyanı əvvəlcə yazıram. Mənfi x kvadrat çıxılsın 2x üstə gəl 5. Funksiya bu şəkildədir. Qiymətlər çoxluğu dedikdə n-in düsturunu tətbiq edirəm. Yəni 4ac çıxılsın b kvadrat bölünsün 4a. Burada uşaqlar a x kvadratının əmsalıdır. Yəni mənfi 1-dir. 4-ü mənfi 1-ə vurduqda mənfi 4. C-miz isə 5-dir uşaqlar. Olur mənfi 20. 4AC hissəsini hesablayıram. Çıxılsın B kvadrat. B-miz 2-dir. Kvadratı 4 olur. Sürət mənfi 24. Məxrəc mənfi 4. Olur müsbət 6. Düzdürmü? Bu bizim deməli
qüvvət hissəmizdir. Kök altda 2-nin üstündə uşaqlar yazıram 6. Baxın, bütün ifadənin yerinə 6 tapdım. Biz bilirik ki, əslində kökün dərəcəsi burada 2-dir. Düzdür uşaqlar? 2 və 6 ixtisar gedir, qalır 2-nin kubu. Yəni 8. Bizdən nə soruşur indi? Daxil olan tam ədədlərin sayını tapın deyir. Uşaqlar 0-8 aralığında bütün tam ədədləri deməli alır. Bizdən də tam ədədlərin sayını soruşur. 8 ədəd olur deməli. 0-ın özünü alırmı? 0-ın özünü almır, yox. 0-8 aralığında tam ədədlərin sayını soruşur. Burada da 0-ı almır. Baxın, bircə dəqiqə bu şəkildə. 0-ın özünü almır. 0-8 aralığındadır. Cavabımız olur Y variantı. 8 dənə deməli ümumi qiymət alır. 25-də cavab olur Y. Keçid alaq, 26-ya baxaq. Qiymətlər çoxluğu dedikdə kiçik eni tapırsınız, sonra da gətirib funksiyada yerinə qoyursunuz uşaqlar. Baxaq 26-cı suala. Deməli, funksiyanın təyin oblastı deyir. Uşaqlar, biz bilirik ki, təyin oblastda verilmiş funksiyanı yazıram buradan. Mütləq məxrəcdə olduğuna görə 0-dan fərqli qiymətlər almalıdır. 0-dan fərqli qiymətlər almalıdır. Burada yazıram, fərqlidir 0-dan. Deməli, uşaqlar, 7 üstü x çıxıq 1-i necə parçalayıram? 7 üstü x bölünsün 7 şəklində parçalamağa icazəm var. Çünki, uşaqlar, deməli, biz bilirik ki, bölmədə üstlər çıxılır. Ona görə də biz çıxmanı da bölmə kimi parçalaya bilərik. Uşaqlar, bu məxrəcdən canımı qurtarmaq üçün hər tərəfi 7-yə vururam. Baxın, bu hissəni də 7-yə vururam. Burada bu 6-nı da 7-yə vururam. Hər birini 7-yə ayrı-ayrılıqda vurduqda baxaq nə alırıq. Uşaqlar, burada 7-lərimiz ixtisar gedir. Qalır 7 üstü x. Çıxılsın. Bu hissədə isə 7 vurulsun. 7 üstü x alıram. Elə bunu bu şəkildə də saxlayıram. Üstə gəl 6-nı 7-yə vurduqda 42 alıram. Fərqlidir 0-dan. Uşaqlar, indi diqqətlə istəyirəm qulaq asasınız. Baxın, məndə burada 7 dənə 7 üstü x var. Baxın bu hissədə. Burada isə 1 dənə 7 üstü x var. Biri müsbət, biri mənfi olduğuna görə çıxıram. Məndə mənfi 6 7 üstü x qalır. 6 dənə 7 üstü x-im qalır, özdə mənfi. Fərqlidir. Müsbət 42-ni sağa keçirdirəm, olur mənfi 42. 7 üstü x fərqlidir. 42-ni 6-ya bölürəm, 7 olur. Mənfini də mənfiyə böldükdə təbii ki 1 müsbət olur. 7-nin burada qüvvəti 1 olduğundan, deməli əsaslar eynidirsə, mən üstləri bir-birinə bərabər şəklində götürə bilərəm. Yəni x fərqlidir, 1 alıram. X fərqlidir 1 nə deməkdir? X 1-dən başqa bütün qiymətləri alır. Yəni mənfi sonsuzluqdan 1-ə, 1-dən müsbət sonsuzluğa. 26-da cavabımız olur D variantı. Gəlin oxşar sualına baxaq. Yəni 27-yə də baxaq. Sizin üçün tam aydın olsun. Deməli, 27-də yenə eyni qaydada məxrəcdə verilmiş ifadəni 5 üstü x çıx 1 çıxılsın 5 üstü x üstə gəl 4 ifadəsini 0-dan fərqli götürürəm. 5 üstü x çıx 1 ifadəsini bölmə şəklində parçalayıram. Baxın, görürsünüz. Üstə gəl 4 fərqlidir 0. Uşaqlar, kəsirdən canımı qurtarmaq üçün hər tərəfi 5-ə vururam. Görürsünüz, özümdən bunu 5-ə vururam ki, kəsirdən canımız qurtarsın. Burada bu 5-lər ixtisar gedir. Əlimizdə qalır 5 üstü x. Çıxılsın 5 vuraq 5 üstü x. Üstə gəl 20 fərqlidir 0-dan. Uşaqlar, deməli, diqqətlə baxın. Bir dənə 5 üstü x-im var və 5 dənə 5 üstü x-im var. Biri müsbət, biri mənfi olduğuna görə çıxıram. Mənfi 4 vurulsun 5 üstü x-im qalır. Müsbət 20-ni sağa keçirdirəm. Mənfi 20 olur. 5 üstü x fərqlidir. Mənfi 20-ni mənfi 4-ə bölürəm. Müsbət 5-dən. X də fərqlidir 1-dən. Çünki 5-in qüvvəti 1-dir. 1-dən fərqli qiymətlər alır. Cavab olur burada da D variantı. Keçid alaq 27-ci sualdan sonra növbəti səhifəmizə. 28-ci sualla davam edirik.
Lövhəmizi təmizləyək. Funksiyasının qiymətlər çoxluğunu soruşur. İlk öncə onu xatırladım ki, qüvvətə baxmaq lazımdır. Yəni x üstəgəl 1 bölü x funksiyasına baxırıq. Bu ifadə, yəni ədəd və özünün tərsi 2-dən böyük, eyni zamanda -2-dən kiçik qiymətlər alır uşaqlar. Bəs nə edirik? Həmin bu qiymətləri y-nin üzərində nəzərə alırıq. Yəni y-nin üzərinə bir dəfə -2 yazıram uşaqlar. Bir dəfə də y-nin üzərinə -2 yazıram. Y-nin üzərinə -2 yazdıqda 1 bölünsün y üstü -2 olur. Yəni məxrəcə düşür. Deməli, və təbii ki, bu ifadə mənfi qiymətlər ala bilməz. Sıfırdan böyük qiymətlər almalıdır. Ona görə də cavabımız olacaqdır, deməli, y variantı. Sıfırdan 1 bölü y kvadratına, y kvadratından isə müsbət sonsuzluğa qiymətlər. 28-də cavabımız y bəndidir. Uşaqlar, elə buradaca 29-cu sualı da deyək. 29 da bundan oxşardır. Eyni qaydada, deməli, 2-dən böyük və -2-dən kiçik qiymətlər almalıdır. Biz pi-nin üzərində bir dəfə müsbət 2-ni, bir dəfə də pi-nin üzərində -2-ni nəzərə alırıq və bu 1 bölünsün pi kvadratı demək olur. Deməli, yenə də mənfi qiymətlər ala bilməz, sıfırdan böyük olmalıdır. Ona görə də elə cavabımız olacaq A bəndi. Bax belə. Deməli, 29-da da cavabımız A bəndi olur. Keçid alaq növbəti suala. Yəni 30-a. 30-cu sualda funksiyasının bizdən təyin oblastını soruşur. Uşaqlar, ilk öncə təyin oblastını tapmamışdan öncə funksiyanın qüvvətindəki -1 diqqətimi çəkir. Biz bilirik ki, qüvvətdə -1 olduqda funksiya tərsinə, yəni məxrəcə düşür. Tərsinə düşönür. Yəni 1 bölünsün 3 üstü 2 çıx x çıxılsın 27-də 1. Funksiya tərsinə düşdü. Və məndən təyin oblastını istədiyinə görə məxrəcdə yazdığımız ifadə 3 üstü 2 çıx x çıxılsın 1 bölü 27 ifadəsi sıfırdan fərqli olmalıdır. Çünki məxrəcdədir. Uşaqlar, 3 üstü 2 çıx x-i saxlayıram. Fərqlidir. -27-də 1-i sağ tərəfə keçirdirəm. Olur müsbət 27-də 1. Sonra nə edirəm? 3 üstü 2 çıx x fərqlidir. 27-də 1 uşaqlar. 27 üstü, burada qısaca qeyd eləyək, -1 deməkdir. Və 27-də 3-ün kubu olduğuna görə 3 üstü -3 demək olacaqdır. Burada yazıram 3 üstü -3. Əsaslar eyni olduğundan üstlərə baxıram. 2 çıx x fərqlidir -3-dən. -x-imiz fərqlidir, deməli, müsbət 2 keçir sağ tərəfə doğru -5-dən. X isə fərqlidir. Hər tərəfdən mənfilər atıram. Müsbət 5-dən. X-imiz 5-dən fərqli qiymətlər almalıdır. Yəni mənfi sonsuzluqdan 5-ə, 5-dən də müsbət sonsuzluğa. Cavabımız olur A bəndi. 30-da cavab A. Keçid alırıq 31-ci suala. Lövhəmizi təmizləyək təbii ki. Deməli, 31-ci sualda funksiyasının tərs funksiyasını tapın deyir. Mürəkkəb və tərs funksiyalar bölməsini keçdiyimiz zaman bu haqda xeyli danışmışdıq. Uşaqlar, f(x)in yerinə ilə y bərabər yazıram. 3 vurulsun, 2 üstü x çıxaq 5, üstəgəl 1. Tərs funksiyanı tapmaq üçün ilk öncə x-i təkləyirik, sonda x gördüyümüz yerə y gördüyümüz yerə x yazırıq. Uşaqlar, müsbət 1-i göndərirəm y-in yanına, olur y çıxaq 1, bərabər 3 vurulsun, 2 üstü x çıxılsın 5. Vurmanın tərsi bölmə olduğundan y çıxaq 1-i 3-ə bölürəm, bərabər 2 üstü x çıxaq 5 yazıram. İfadəni loqaritmalayıram, yəni x çıxaq 5 bərabər loqaritma 2 əsasından 3-də y çıxılsın 1. Y çıxaq 1-i mötərizədə yazaq ki, qarışıq düşməsin. -5-i sağ tərəfə doğru keçirdirəm. Loqaritma 2 əsasdan ifadənin olduğu kimi yazıram. 3-də y çıxaq 1. -5 sağa keçir, müsbət 5 olur. Uşaqlar, gördüyünüz kimi artıq x tək qalıbdır. Deməli, x-in yerinə artıq y yazıram. Yazıram y bərabər loqaritma 2 əsasdan. Y-in yerinə isə x yazıram. X çıxaq 1 bölək 3. Kənarda isə üstəgəl 5 durur. Baxaq görək hansı bənd uyğundur. Loqaritma deməli 2 əsasdan D bəndə uyğun gəlir uşaqlar. D bəndini işarələyirsiniz. 31-də cavab olur D bəndi.
Keçid alaq növbəti sual 32-yə. Deməli, mürəkkəb funksiya, tərs funksiya bölməsində də dediyimiz kimi, tərs funksiyanı tapanda ilk öncə x-i təkləyirsiniz, sonra isə x və y-in yerini dəyişirsiniz. 32-də funksiyalarının qrafiklərinə əsasən ifadəsini sadələşdirin deyir. Gəlin, birinci ifadəni buradan köçürdüm. Uşaqlar sonra çevirib digər tərəfdən qrafikə baxarıq. B minusa, C minusa, burada isə C minus B var. Gəlin, qrafiklərimizə də baxaq. Uşaqlar, burada istəyirəm bir kiçik qeyd eləyək. Bildiyiniz kimi A, B-dən böyük ədəddir, çünki Y oxuna yaxındır. C isə onlardan kiçikdir. Həm A-dan kiçikdir C, yəni A həm C-dən böyükdür, həm də B-nin özü də C-dən böyükdür. Çünki bunlar A və B birdən böyük qiymətlərdir. C isə 0-1 arası bir ədəddir. Gəlin, baxaq görək ifadələrimizin qiyməti necə olacaq. Deməli, uşaqlar, A, B-dən böyük olduğuna görə birinci modulumuz mənfi şəklindədir. C minus A hissəsində deməli, bu modulumuzda mənfi şəklində açılacaq. C minus B hissəsi də yenə də mənfi olacaqdır. Çünki burada kiçikdən böyüyü çıxmağı soruşur bizdən, ona görə də mənfidir. Biz bilirik ki, əgər modulların başında mənfi yazılıbdırsa, modul tərsinə çönür. Yəni, A minus B şəklində açılır tərsinə. Üstəgəl, digər modulumuzda tərsinə açılacaq. Yəni, A minus C olacaq. Çıxılsın. Burada da uşaqlar B minus C olmalıdır. Qarşıdakı mənfiyə görə B plus C şəklində olur. Baxaq görək nələr islah gedir. Deməli, C-lərin biri mənfi, biri müsbət gedir. Ancaq başqa islah gedən görmürəm. A-lar toplanılır 2A, B-lər də toplanılır 2B və mənfi. 2A minus 2B cavabımız olur B variantı. Həqiqi ədədlər bölməsi ilə oxşar sualdır. ABC-nin işarəsinə baxıb modulların mənfi yoxsa müsbət açıldığına baxırsınız uşaqlar. Keçid alırıq 33-cü suala. 32-də cavabımız B bəndi olmuşdur. 33-ə baxaq. Funksiyanın S, x-in istənilən həqiqi qiymətlərində təyin olunub deyə bizdən soruşur. Uşaqlar, loqaritmalı ifadə 33-cü sualda mütləq 0-dan böyük qiymətlər almalıdır. X kvadrat çıxılsın 2m üstəgəl 4 x funksiyanı yazaq. Əvvəlcə üstəgəl m kvadrat çıxılsın 8. Üstəgəl 8. Deməli, funksiyası x-in bütün istənilən həqiqi qiymətlərində təyin olunub deyə soruşur. Uşaqlar, bütün həqiqi qiymətlərdə təyin olunmaq üçün mütləq diskriminant 0-dan kiçik olmalıdır. Diskriminantı gəlin göstərək. A x kvadratın əmsalı 1-dir, B 2m plus 4-dür, C isə m kvadrat plus 8-dir. Gəlin diskriminantın düsturunda yerinə qoyaq. B kvadrat olan hissə 2m plus 4-ün kvadratıdır. Çıxılsın 4 vurulsun A, yəni 1, C isə m kvadrat plus 8-dir. Bu ifadə 0-dan kiçik olmalıdır. Gəlin müxtəsər açaq. 4m kvadrat. Üstəgəl hasilinin 2 qatı, yəni 16m. İkincinin kvadratı 16. Çıxılsın 4m kvadrat. 4-ü 8-ə vururam, mənfi 32. Kiçikdir 0-dan. Deməli, burada uşaqlar 4m kvadratlarımız islah gedir. 16m. Müsbət 16 mənfi 32 çıxılır, mənfi 16 qalır. Kiçikdir 0-dan. 16m kiçikdir 16-dan. M kiçikdir 1-dən alıram. Deməli, m kiçikdir 1-dən aldıq. Sonra isə m kiçikdir 1-dən aldıq. Sonra isə variantımıza baxaq. 33. 1-dən kiçik qiymətlər Y variantındadır uşaqlar. 33-də cavabımız olur Y variantı. Keçid alaq 34-cü suala. Lüfəmizi təmizləyək. Bütün həqiqi qiymətlərdə doğrudur demək diskriminantın 0-dan kiçik olması deməkdir uşaqlar. Keçid alaq 34-ə. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi soruşur bizdən. Uşaqlar, qiymətlər çoxluğunda burada x-imiz ən kiçik 0 qiyməti alarsa əgər 11 üstü 0 üstəgəl 11 ifadəsinin qiyməti, yəni 11 üstü 0 1 verir, istənilən ədədin üstü 1-dir. Üstəgəl 11 bizə 12 verər. Deməli, funksiyaya qiymətlər çoxluğuna daxil olan ən kiçik ədəd 12 olar. 34-cü sualda cavabımız olur 12. Keçid alaq 35-ci suala.
35 funksiyasının ən böyük qiymətini soruşur. Uşaqlar, biz bilirik ki, sinus x funksiyasının ən böyük qiyməti və ən kiçik qiyməti -1,1-dir. Düzdür? Baxın, bu sinus 5x-in yerinə bir dəfə -1, bir dəfə müsbət 1 yazacağım. Yəni 2 çıxılsın 4 vuraq, bir dəfə -1 yazıram. 2 çıxılsın 4 vuraq, bir dəfə də müsbət 1 yazıram. Yuxarıdakı ifadədə 2 üstəgəl 4 alıram, yəni 6. Burada isə 2 çıxılsın, 2 çıxılsın 4 alıram. Yəni -2. Bunlar 2də 1-in qüvvətindədir. 2də 1-in qüvvətinə bir dəfə 6-nı yazırıq. Bir dəfə isə -2-ni yazırıq uşaqlar. Mənfi olduqda 2də 1 tərs çönür, 2-nin kvadratı olur və 4 alır. Deməli, 35-ci suala baxırıq. 35-ci sualda funksiyanın ən böyük qiyməti olur 4. Bax, bu şəkildə. 2də 1 üstü 6 nisbətən kiçik ədəddir. 35-də cavab 4-dür. Keçid alaq, 36-ya baxaq. Bu sualda da diqqətlə baxsaz. Deməli, burada da kosinus x funksiyası verilibdir. Kosinusunda ən böyük, ən kiçik qiyməti -1 aralığındadır. Ən kiçik -1, ən böyüyü müsbət 1-dir. Deməli, uşaqlar, -2də 1 çıxılsın 2 vuraq. Kosinus 3x-in yerinə bir dəfə -1 yazıram. Eyni qaydada -2də 1 çıxılsın 2 vuraq. Kosinus 3x-in yerinə bir dəfə də müsbət 1 yazıram. Gəlin hesablayaq. Deməli, bu hissədə -2də 1 üstəgəl 2 alıram. Bu isə müsbət 1,2də 1 deməkdir. Aşağıda baxaq. -2də 1 çıxılsın 2 alıram. Yəni, -2,2də 1 deməkdir buradakı qiymətimiz. Gəlin baxaq. 4-ün qüvvətində bir dəfə yazıram. Müsbət 1,2də 1. Bir dəfə də 4-ün qüvvətində yazmalıyam. -2,2də 1. Düzdürmü uşaqlar? Deməli, mənfini yazdığımız zaman 4 tərsinə çönür. Olur. 4də 1 şəklində. 4 tərsinə çönür. 4də 1 olur. 2,2də 1 isə düzgün olmayan kəsrə çevirsək 2də 5 demək olar. 4də 1-i 2də 1-in kvadratı yazsaq 2də 1 üstü kvadrat və 2 ixtisar gedər. 5 olar. 2də 1 üstü 5 olar. Digər hissəsinə baxaq. 4-ün üzərində 1,2də 1 olana. 4-ü 2-nin kvadratı yazaram. 1,2də 1-i isə düzgün olmayan kəsrlə 2də 3 yazarıq. Burada 2-lər ixtisar gedər. 2-nin kubu qalar. 2-nin kubu isə 8 deməkdir. Bizdən funksiyanın ən böyük qiymətini soruşurdu. Biri 8, biri 2də 1 üstü 5-dir. Təbii ki, 8 daha böyük qiymət olduğundan 36-da cavabımız olur 8. Keçid alırıq 37-ci suala. Yəni, çətin bir şey yoxdur. Sinus və kosinusun yerinə sadəcə -1 yazıb hesablama aparırsınız. Baxaq 37-yə. Funksiyasının ən kiçik qiymətini soruşur. Uşaqlar, ilk öncə təbii ki, biz bu kök altda verilmiş 1 çıxaq x funksiyasına baxırıq. 1 çıxaq x funksiyası 0-dan böyük bərabər qiymətlər almalıdır. Müsbət 1-i sağa keçirdirəm. Hər tərəfi mənfiyə vursaq, x-imiz 1-dən kiçik qiymətlər alar. X-imizin qiyməti olar 1. 37-də cavabımız oldu, deməli 1. Buradan da 1 qeyd eləyək. Keçid alaq. Növbəti sual 38-ci sualımıza. Lüfəmizi təmizləyirəm. Deməli, şəkildə A və B nöqtələri üslü funksiyanın qrafikinin koordinat oxları ilə kəsişmə nöqtələridir. AOB üçbucağının bizdən sahəsini soruşur uşaqlar. Gəlin baxaq. Burada nəsə yazı düşüb. Baxaq bu hissəyə. Deməli, əgər funksiya x oxu ilə kəsişirsə, onun y-i 0 olmalıdır. Düzdürmü uşaqlar? 38. Bircə dəqiqə sualın nömrəsini yazın. Y 0 olmalıdırsa, deməli x oxu ilə kəsişdikdə y-ə 0 deyirik. Y 0 olursa 2 üstü x plus 3 çıxılsın 4 bərabər 0 olmalıdır. 2 üstü x plus 3 uşaqlar bərabərdir. Mənfi 4-ü sağa keçirdirəm, müsbət 4 olur. 2 üstü x plus 3 bərabərdir. 4-ü 2-nin kvadratı yazıram. Üstlər bərabər.
x plus 3 2-yə bərabərdir, x isə -1-ə bərabərdir. Baxın, bu x oxunu kəsdiyi nöqtə, yəni A nöqtəsi -1 olmalıdır uşaqlar. -1. Aha. Digər tərəfdən bir dəfə də biz x-ə 0 deməliyik uşaqlar. Gəlin indi x-ə 0 deyək. X-ə 0 desək nə alarıq? Y bərabər 2 üstü 0 üstə gəl 3 3 verir. Çıxılsın 4. Deməli, y bərabər 2-nin kubu 8, 4 çıxsaq 4. Y oxunu kəsdiyi nöqtə, yəni B nöqtəsi də 4 olur. Uşaqlar, üçbucağın sahəsini tapmaq üçün bu düzbucaqlı üçbucaq olduğundan AB bölə 2 düsturu ilə hesablaya bilərik. A-mız, uşaqlar, katetimiz, yəni 0-dan B nöqtəsinə qədər 4-ə qədər məsafə 4-dür. 0-dan -1-ə qədər məsafə isə müsbət 1-dir. Məsafə mənfi olmur, müsbətdir. 2 və 4-ü ixtisar etsəniz 2 alarsınız. Deməli, 38-də üçbucağımızın sahəsi olur 2. Bu şəkildə keçid alaq növbəti sualımıza. 39. Lövhəmizi silək. Funksiyasının ən böyük qiymətini soruşur. Uşaqlar, ən böyük və ən kiçik qiyməti tapmaq üçün ilk öncə onu bilməlisiniz ki, yuxarıda verilən ifadəyə, yəni 6x minus x kvadrat çıxılsın 7 ifadəsinə kiçik n-in düsturunu tətbiq etmək lazımdır. N-in düsturu deməli bu şəkildə oldu. 4ac çıxaq b kvadrat bölünsün 4a. Uşaqlar, kiçik bir işarələmə edək burada. Yerlər dəyişikdir, bu sizi çaşdırmasın. X-in qarşısı bizdə deməli b-dir. X kvadratının qarşısı a-dır. Uşaqlar, -1-dir. C isə -7-dir. Gəlin qiymətləri yerinə qoyaq. Deməli, 4AC hissəmiz olur müsbət 28. Yəni 4-ü -1-ə və -7-yə vururam müsbət 28. Çıxılsın b kvadrat, yəni 6-nın kvadratı 36. 4-ü -1-ə vurduqda isə -4 alıram. 28-dən 36 çıxsaq, -8, aşağıda -4. 8 və 4 ixtisar gedər, 2 qalar. Uşaqlar, biz bu ifadənin qiymətini 3-ün üzərində tapdıq. Düzdür? Yəni 3-ün kvadratı şəklində. Cavabımız olur 9. 39-da cavab 9-dur. Eyni qaydada 40-cı sualı yazarsınız. Bunu silək, bir qəşəng yazaq. 9. 40-cı sual bu sualın eynisidir. Uşaqlar, kiçik yeni tapırsınız. 2-nin qüvvətində də hesablayırsınız. Baxaq növbəti sualımıza. 41. Deməli, funksiyasının y bərabər 4 düz xətti funksiyasının üfüqi asimptotu olar deyir. Uşaqlar, yəni bu y bərabər 4 bizim sərbəst həddimizə bərabər olmalıdır. Sərbəst həddimiz isə burada, yəni yanında x olmayan m kvadrat çıxaq 8m üstə gəl 19-dur. Bu ifadə 4-ə bərabər qiymət almalıdır. 4-ü keçirsək digər tərəfə 19 və 4 çıxılar, 15 qalar. Bizə vuranda 15 toplayanda 8 eləyən ədədlər lazımdır. Təbii ki, bu ədədlər də 5 və 3-dür. Tənliyin kökləri 5 və 3-dür. Bizdən isə m parametrinin hansı ən böyük qiymətindədir? Ən böyük qiymət dediyinə görə də cavablarda 5-i götürəcəksiniz uşaqlar. Keçid alaq 42-ci sualımıza. 42-ci sual uşaqlar uyğunluqdur. Burada rəqəmləri yerinə qoysanız kifayət edər. Gəlin baxaq. Birinci sual. Deməli, əgər bizim mötərizəmizin içərisi 0 olarsa 9-un kvadratı qalar və 9-un kvadratı da bizə 81 verir. Düzdür uşaqlar? 81 bizim funksiyamızın ən kiçik qiyməti olacaqdır. Yəni B variantı uyğundur. Və 81-dən də x-in yerinə digər qiymətlər qoyanda digər rəqəmlər böyüyə-böyüyə gedir. Yəni 81-dən müsbət sonsuzluq olur. 1, B, Y. 2-yə baxaq. Burada isə uşaqlar funksiyanın ən böyük qiymətini biz tapacağıq. Yəni mötərizənin içi 0 olsa ən böyük qiymətimizi tapmış oluruq. 81 olur. 3 üstü 4 81-dir. Və ən böyük qiymətin 81 olduğu variant D variantında var. Bir də uşaqlar 0-dan 81-ə qədər qiymətlər ala bilər. Yəni C variantı mənfi qiymətlər ala bilməz. Üçüncüyə baxaq. Yenə ən böyük qiymətimiz var. 2 üstü 6-dır.
2 üstü 6-mız 64'dür. Ən böyük qiymət 64 deyə variant yoxdur, ancaq 0-64 aralığı var. Yəni ən böyük alır 64-dür, ən kiçik isə 0-ı alır. 3-də də cavabımız olur A bəndi. 42-ci sualı dedik. Keçid alaq 43-ə. Şifahi suallardır. Bunlar da tez-tez deyək həmin hissələri. Deməli, birinciyə baxaq. Birincidə 2 üstü x funksiyası deyir. Buna uyğun bir sualda işləmişdik. Bizdə x-i məhdudlaşdıran hər hansı bir şey olmadığından 1 olur A. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa x hansı qiymətlər istəsə ala bilər. İkincidə isə kök x funksiyası olduğuna görə kök x funksiyası mütləq sıfırdan böyük qiymətlər almalıdır və sıfırın özünü ala bilər. Təyin oblastı sıfır müsbət sonsuzluqdur. B variantı. Qiymətlər çoxluğuna baxaq. X-imiz 0 olanda 2 üstü 0 olur uşaqlar. 2 üstü 0 da bizə 1 verir. Yəni 1-dən müsbət sonsuzluğa qiymətlər alır. 2 oldu B-yi. 3-ə baxaq. 3-də 2 üstü LCX veribdir bizə. LCX-də deməli biz bilirik ki, LC-də x əsası mütləq müsbət qiymətlər almalıdır. Mənfi qiymətlər ala bilməz. Yəni C variantı. 3-də də cavabımız olur C. Keçid alaq 44-ə. Bax belə uyğunluqları yazdıq. 44-cü sualla ətraflılarla davam edirik. Baxaq 44. Deməli, üslü funksiyası artan funksiyadır. A parametrin hansı qiymətlərində üslü funksiyası azalanırlar? Uşaqlar, artan funksiya olmağına görə 2A çıxaq 6 ifadəsi mütləq 1-dən böyük qiymətlər almalıdır. 2A böyükdür 7-dən, yəni 6 və 1-i topladım. A da böyükdür 7-ni 2-yə bölürəm 3,5-dən. Digər funksiya isə, yəni A kvadrat çıxaq 7A üstə gəl 13 funksiyası azalandı. Yəni 0-1 arası qiymətlər alır. Bunun hər birini ayrı-ayrılıqda həll eləyək uşaqlar. Yəni necə? A kvadrat çıxaq 7A üstə gəl 13 ifadəsini 0-dan böyük götürüb həll edirəm. Yəni birinci hissəsini. Uşaqlar, diskriminantına baxsanız bu ifadənin diskriminantı 0-dan kiçik verər. A-sı isə 0-dan böyük olduğundan bu bütün həqiqi qiymətlərdə doğrudur. Yəni bütün həqiqi qiymətlərdə doğrudur, 0-dan böyük qiymətlər verir. Digər hissəsinə baxaq, ikinci hissəsinə, yəni A kvadrat çıxaq 7-dən üstə gəl 13 kiçikdir 1-dən. Uşaqlar, 1-i göndərirəm funksiyanın digər sağ tərəfinə, sol tərəfinə. 13-dən 1 çıxılır, 12 qalır, kiçikdir 0. Deməli, burada vuranda 12 toplayanda 7 eləyən ədədlərimiz isə 4 və 3 olar. Düzdürmü uşaqlar? Vuranda 12, toplayanda da 7 eləyər. Deməli, biz aldıq aralığımızı 3 və 4. Digər tərəfdən isə aldıq 3,5-dən böyüklər. Bu zaman kəsişmə olan hissəmiz 3,5 və 4 aralığına düşər. 3,5 və 4 aralığı. Cavabımız bu şəkildə olacaq. Ətraflı sual olduğundan bunu götürürsünüz. Keçid alaq 45-ə. Artan funksiyalarda 1-dən böyük, azalan funksiyalarda isə 0-1 aralığında götürürük. 45. Aha, funksiyasının qiymətlər çoxluğunu soruşur. Uşaqlar, təsəvvür edin ki, modul hissəsi 0-dır. Yəni modulumuz ən kiçik hansı qiymət ala bilər? 0 ala bilər. 3 üstü 3 çıxılsın 0. Bu ifadə isə bizə 27 verir. Ən kiçik isə uşaqlar 0 qiymətini ala bilər. Yəni 0-dan kiçik qiymətlər ala bilməz. Mənfi qiymətlər ala bilməz. 0, 27 aralığı olur və 27-ni də alır. Eyni şəkildə 46-cı suala baxaq. 3 üstü 2 çıxılsın modulu 0 təsəvvür edirik. Çünki modul ən kiçik 0 ala bilər. 3-ün kvadratı bizə 9 verir. Mənfi qiymətlər ala bilməz. 0-9 aralığında qiymətlər alır. 9-u isə alır özünü, 0-ı almır. Keçid alaq 47-ci sualımıza. Ətraflı suallarda bu tipli cavablar olur. Digər suallarda olmasa da. 47-yə baxaq. Üslü funksiyasının qrafiki şəkildəki kimi olması üçün A-nın ala biləcəyi tam qiymətlərin cəmi. Uşaqlar, gördüyünüz kimi qrafik soldan sağa oxunur və qrafik arta-arta gedir. Yəni funksiya artan funksiyadır. Yəni 8A çıxılsın A kvadrat, çıxılsın 11 ifadəsi artan funksiya olduğuna görə böyükdür 1 yazıb həll etməliyik. Uşaqlar, 1-i keçirdək funksiyanın digər tərəfinə və hər tərəfi mənfiyə vuraq. Mənfiyə vuranda mənfi A kvadratı müsbət A kvadrat olur. Müsbət 8-a çönür, mənfi A olur, mənfi 8-a olur. Uşaqlar, 1 sol tərəfə keçəndə mənfi olur və mənfi 11 və mənfi 1 mənfi 12 verir. Hər tərəfi də mənfiyə vursaq müsbət 12-dir. Təbii ki, işarə də əksinə çönür mənfiyə vurduğumuz zaman. 47-ci sualda.
Aha, bizdən nə soruşur? A parametrinin ala biləcəyi tam qiymətlərin cəmini soruşur. Uşaqlar, vuranda 12, toplayanda 8 edən rəqəmlərimizə baxaq. Hansı ədədlərdir? 6 və 2 olarmı? 6 və 2 aralığı, düzdür? Deməli, bizim qiymətlərimiz 2-6 arası rəqəmlərdir. Hansılardır? 3, 4 və 5-dir. Qiymətlərin cəmini soruşur. Bu ədədləri toplasaq, yəni 3, 4, 5-i toplasaq 12 edər. Deməli, A-nın ala biləcəyi qiymətlərimizin cəmi 12-dir. 47-ci sualda cavab 12. Keçid alırıq. 48-ə baxaq. Son sualdır, amma oxşardılar. Yenə də baxaq. Uşaqlar, yenə də funksiya soldan sağa doğru gedir. Yəni, artan funksiyadır. Artan funksiya olduğuna görə 10A çıxılsın A kvadrat, çıxılsın 20 ifadəsini artan olduğuna görə 1-dən böyük götürürəm. Uşaqlar, 1-i keçirsəm bu tərəfə 10A çıxılsın A kvadrat, çıxaq 21 alaram, böyükdür 0-dan. Hər tərəfi mənfiyə vursaq, işarələr dəyişər. A kvadrat, çıxaq 10-a, üstə gəl 21, kiçikdir 0 alaram. Vuranda 21, uşaqlar, bizə isə toplayanda 10 eləyən ədədlər lazımdır. Bu ədədlər 7 və 3-dür. Düzdürmü? Bizim aralığımız 3-7 aralığıdır. 3-7 aralığında ödəyən qiymətlər 4, 5 və 6-dır. 4, 5, 6 qiymətlərini biz toplasaq, qiymətlərin cəmi deyə soruşur. Cavabı taparıq 15. A parametrini ala biləcək qiymətlərin cəmi 15-dir. Bununla da bölmənin sonuna gəldik, çatdıq. Ümid edirəm ki, bəyənərsiniz. Bəyənərsəniz əgər kanala abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.